Gəlin ən dadlı və ən rahat Sezar salatı necə hazırlanır? Birlikdə öyrənək. Bunun üçün bizə lazımdır toyuq filəsi və toyuq filesini dilim-dilim doğrayırıq. Bir kənarda biraz una, bir çay qaşığı duz və istiot əlavə edib qarışdırırıq. Və eyni zamanda bir yumurtanı biraz duzla çırpırıq. Doğradığımız fileləri öncə una, sonra yumurtaya və yenidən una bulayıb qaynar yağda, bol yağda qızardırıq. Ardınca isə doğradığımız kəhəlləri qaba əlavə edirik və başlayırıq sosu hazırlamağa. Bunun üçün bizə lazımdır 4 xörək qaşığı mayonez, 1 diş sarımsaq, 1 xörək qaşığı limon suyu, 1 çay qaşığı xardal, 50 qram parmesan pendiri və zövqə görə duz, istiot. Blenderdan keçirib hamar hala gətiririk və qarışımımızı kahı ilə yaxşıca qarışdırırıq. Və başlayırıq salatı qabımıza sırayla düzməyə. Və budur, salatımız hazırdır. Nuş olsun.